Herkes salamdır sizler. Necəsiz? Bugün sizlerle bir yerde sahur olab geliyor. Bu arada bugün yatmamışam. Saçlarımı yumuşam, kabarıbdı. Ona göre de papaq takmışam üstünden. Başımı yudum, saçlarımı yuduğum için de yatmamışam. Yüzüme de makyaj eləmişəm hafif. Bakın burada çillerimiz var. Ve yorğunam. Yemeğimi yiyeceğim, sahurumu edeceğim ve orucumu bağlayıp yatacağım inşallah. Bu arada iftar videosunu atan zaman düşünmemiştim ki beğendiler ve devam eləyərəm. Onsuz da devam eləməliydim. Eğer iftar atmışamsa sahurda atmalıydım. Sadece olarak qararsızdım. Çünkü mən səhər durub yemeğimi yiyip yatan biriyəm. Yata bilmirəm düzünü desəm. Çünkü yemek yiyəndən sonra enerjim yüksəlir ve yuxum qaçır. Hem de evde yatıblar. Biraz durguzacağım maalesef çünkü videonu çekmeliyim, artık sizden de soruşmuşam. Neyse, bu problem değil, artık başlayaq. Ekran şəkli necədir dostlar, qəşəng değil. Yığınlayın eləmişəm. Mikrofonum olsaydı çok yaxşı olardı. Neyse, artık yapacak bir şey yok. Olacağı ve yapılacağı çare yoktur. Arkadaki şəklim bakın. Şu çəkib qutara bilmirəm də mən bu şəkli. Yəni qalıb orada. Çünki tənbələm dostlar. Mən tənbəl bir insanam. Onun üçün mənim üçün çətindir bir şey bitirmək. İnşallah səsimi eşidərsiniz. Çünki yavaş danışıram çox. Dostlar, möhtəşəm istəyil mətbəximizə xoş gəlmisiniz. Biraz qarışıqdır, inşallah bəyənərsiniz, nə deyim. Deməli yumurta yeyəcəm. Normalda hər gün yumurta yeyən deyiləm. Oruca bir zət başlayan dedim ki yumurta pişirəcəm özümə. Nə bilim zeytun zat belə şeylər alıb yeyəcəm. Çünki arığam, istəmirdim biraz da arıqlayım. Oruç tutanda mənim üçün arıqlayıram. Bir də oruç tutanda vapşe azalır. Amma neysə. Deməli yumurtamızı çıxarda yumurtanı belə düyü qabına qoymuşuq. Düzü mən qoymuşam. Xaladenlik biraz yaxşı işləmir. Orada tez donur içi, ona görə belə eləyirəm. Bir dənə yumurta bəsimdir. Yanında isə başqa şeylər də yiyəcəm çünki. İnşallah yemək yeyəndən sonra yata bilərəm. Əslində birinci çay içsəm yaxşıdır. Gəlin birinci çay içsək, sonra yumurtamı qoyaq. Çayımız qaynasın. Ona kimisə dostlar, mən sizə yeni bir məlumat verim. Deməli, mən Instagramda bir grup açmışam. Hansı ki dosyalardan ibarət bir grupdur. Oraya qatılaraq yeni videolardan daha tez xəbərdar ola bilərsiniz və orada maraqlı hansı ki mənim gələcəkdə çəkmək istədiyim videolar var. Oradan sizdən soruşmaq istəyirəm ki, məsələn bu tür videolar çəkeyim və ya sizin öz video fikirləriniz varsa oradan mənə ata bilərsiniz. Gülməli videolar bir-birimizə atarıq. Bol söhbət eləyək. Yəni söhbətli bir qrup açmışam. Mən də söhbət edəcəm sizdən. Yəni ümumilikdə hamımız bir yerə yığışaq və qəşəng söhbətlər eləyək deyə düşündüm. İstəsəz inşallah buradan qatıla bilərsiniz. Və Instagramda da bu arada canlı yayın açmağı düşünürəm. Açacağım vaxtı bir gün öncədən YouTube'dan sizə xəbər edəcəm. Kimin Instagramı yoxdursa artıq yapacaq bir şey yox. Nə deyim? Qeyd eləmək istəyirəm. Sizə dosyalar adı yaxşıdır, yoxsa mən bu adı dəyişdirim? Çünki bu adı tək mən istifadə eləmədiyim fərqinə vardı. Mən bunu birinci dəfə kəşf etdiyim zaman ilk videomda dostlar deyirdim. Sonra kəşf etdikdən sonra araşdırmaya başladım ki, mən bunu necə dəyişdirə bilərəm. Dostların versiyalarını araşdırmaya başladım. Nə bilim, öz fikirləşdim, bilmirəm necə tapıram, o tam yadımda deyil. Biraz araştırandan sonra dosyalar ağlıma geldi. Ben Google'da araştırmıştım. YouTube'da, Instagram, TikTok'ta yazmamıştım ki bəs dosyalar adı başka kim istifadə edir. Birinci dəfə hashtag'e əlavə eləyəndə gördüm ki bu ad var imiş və başqa insanlar da bunu məndən öncə istifadə edənlər də olub. Yəni yazıda, belə sözdə yüngülvari istifadə ediblər də mən kimi dərin izləyici ad olaraq istifadə edən yoxdur. Mən bildiyim qədər yoxdur. Bunu təkcə mən istifadə eləmirəm. Yəni çox insan istifadə eləyir. Dəyişmək istəyirəm, amma necə bir ad olsun, ona tam qərar verə bilməmişəm. Dostlarla bağlı ola bilər və ya
daha fərqli bir ad ola bilər. Tam olaraq əmin deyiləm. Əgər sizin fikirləriniz varsa, rəy qismində bildirin. Mənim üçün maraqlıdır. Fərqli necə adlardan istifadə edə bilərik. Çünki hər kəs istifadə edir. Yəni istifadə edən insanların sayı çoxaldı. Buna görə də dəyişməyə qərarına gəlmişəm. Tam əmin deyiləm. Öz fikirlərinizi rəylərdə yazın. Qiyməti ucuzdur, amma dadı qəşəngdir. Reklam deyil. Qiyməti oradan da ucuzdur. Deyəsən Olbada satırlar. Araşdırmışam da. Pis deyil, yəni südlü şokoladdır. Adi südlü şokoladdır. Birinci çayla bunu içəyik. Bu arada akşam biraz içmişdim. Birazını da səhərə saxlamışdım. Üzüm niye sapıyor? Çünkü şokolat ya. Bence qiymətinə görə qat-qat deyil. Bu arada tam emin deyiləm. İnternetdə baxmışdım qiymətinə. 80-60 qəpik arasıdır. İndi bilmirəm neçədir. Amma dadı qəşəngdir, çayla gedir. Bu arada sahura tam olaraq 1 saata yaxın vaxt qalıb. Mən səhərdən oynayıram. Qəşəngiymiş. Telefonun ışığı tutanda. Əslində öz ışığım var. Sadəcə zərtkaz tez qutarır. Onu gelip tapım gəlir. Qaynayana kimi mən biraz video baxım. Sonra isə digər ingrediyentləri hazırlayaq. Yumurta sinirlenmiş galiba arkadaşlar. Əsəbləşib biraz, təzyiqi qalxıb. Yumurtanın təzyiqi qalxıb dostlar. Çok sinirli gözüküyor. Vurursan partlayar. Kaşınırsan partlayar. Ama oha fışkırdı ya dostlar. Korkuram, yumurtadan korkuram. Çok korkunç, korkunç. Ya ayrı bir olay, yumurta ayrı ya. Çok korkunç. Çengel getirmemişim. Yumurtanı elle yiyeceğim. Elle yiyeceğim yumurtanı çünkü çengel getirmemişim. Getmeye erindim. Bismillah.
Bayağı çok yağ götürdüm ya. Yağ çok. Elim yanır. Elim yanıyor. Burada yumurtamı sizin edip pişirme aklıma geldi. Qaynayandan sonra geldi işte. Yumurtanı çalxalayıp sonra qaynadılar. Sarısı ilə ağı bir-birinə qarışır. Keşke elə qaynadardım, fərqli yolardım. Evet dostlar. Sahur vlogu budur da yani. Yemək yiyirəm belə. Sonra da bağlayıram onu. Bismillah. Dostlar, havada qaralır. Mən biraz gəzəcəm evin içində. Çünki yeməyim ağırlaşdırır məni. Həzm eləyib sonra yatacağım inşallah. Belə videonu bəyəndiysəniz bəyənməyi, kanalıma abunə olmağı və mənə dəstək olmağı unutmayın. Videonu böyük ehtimal ki axşam paylaşacağım. Çünki axşam orucunuzu açarkən mən izləməyinizi istəyirəm. İnşallah bəyənmiş olarsınız. Bu tip videoların devamı için kanalıma abone olma ve videomu beğenmeyi unutmayın. Makyajımı silim, yani güçlü makyaj eləmişdim axı. Onu silim və yatdım. Sizlər sevirəm. Bye bye.